Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbiçimiz mayor Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. O, Yevlax rayonu 9 nömrəli məktəbin 1-ci sinfinə daxil olub. Daha sonra orta təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirən Toğrul Bərxudarov Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Ali Hərbi Məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit ixtisası kursunda təhsil alaraq leytenant kimi Murovdağda yerləşən en sayılı hərbi hissədə xidmətə başlayıb. O, nümunəvi xidmətinə görə mayor rütbəsinə qədər yüksəlib. Toğrul Bərxudarov 2-ci Qarabağ müharibəsində gedən şiddətli döyüşlərdə böyük şücaətlər göstərir. O, sentyabrın 30-da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Təntənəli mərasimlə Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Toğrul Bərxudarov ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilib.